Salam hörmətli izləyicilərimiz. Mən bugün sizə el arasında çox da laqeyd yanaşılan bir xəstəlik haqqında danışmaq istəyirəm. Anemiya. Anemiya qan azlığıdır. Qan azlığı insan orqanizmdə qırmızı qan hüceyrələri olan eritrotsitin və hemoqlobinin miqdarının azalmasına deyilir. Hemoqlobin isə orqanizmdə oksigen daşıyıcısıdır, bir zülaldır və bu oksigen daşıyıcımız ciddi şəkildə azaldıqda artıq insanda çox dərin bir simptomlar yaranmağa başlayır. Bu simptomlar ümumi ola bilir, spesifik ola bilir və digər orqanlara yansıyan bir simptomlar olur. Ümumi simptomlara halsızlıq, yorğunluq, yuxulluq, üşütmə kimi hallar daxildir. Dəri simptomları olur ki, dəridə solğunluq, elə deyərdim ki, quruluq, eyni zamanda saç tökülməsi, dırnaq zədələnməsi ola bilir. Kardioloji və tənəffüs yolu yönündən bir simptomlar olur ki, burada da təngi nəfəslik, ürək döyüntünün artması, halsızlıq, hətta mən deyərdim ki, bir panik ataklar da yarana bilirlər. Bundan əlavə olaraq xüsusi spesifik simptomlar vardır ki, dəmir defisitli anemiyanın simptomlarında məsələn ağız kənarlarında çatlama, eyni zamanda hər hansı bir qeyri-qida məhsullarının yeyilməsi və qaşıq dırnaq simptomları kimi simptomlar əmələ gələ bilir. B12 və fol turşusu defisitində isə daha çox əllərdə və ayaqlarda keymə, yaddaş pozğunluğu, ümumi nevroloji defisitlər əmələ gələ bilir. Qan azlığının bir çox növləri vardır. Bu növlərin daha çox rast gəldiyimiz dəmir defisitli anemiyadır. Yəni adından məlum olduğu kimi dəmir çatışmazlığına bağlı bir anemiyadır. Bu alimentar faktordan irəli gəlir, yəni qidalanma pozğunluğuna bağlı, xüsusilə də ət məhsullarından imtina edən insanlarda, mədə-bağırsaq xəstəlikləri olan, qan itkisi yaranan, xanımlarda menstrual siklin daha uzun müddətdə sürdüyü zamanlarda, eyni zamanda bir çox deyərdim ki, xroniki xəstəliklərin ikincili bir forması kimi əmələ gələ bilir. Bundan əlavə olaraq daha çox gördüyümüz meqaloblast anemiyası olur. Meqaloblast anemiyası isə qırmızı qan hüceyrələrinin formasının dəyişməsinə deyilir. Bu daha çox B12 və fol turşusu defisitində görülür. Eyni zamanda hemolitik anemiya vardır ki, hemolitik anemiya qırmızı qan hüceyrələrinin vaxtından tez parçalanması nəticəsində görülür. Bu vaxtından tez parçalanmada həm irsi, həm də sonradan əmələ gəlmiş ola bilir. İrsi xəstəliklərdə isə talasemiya, oraqvari hüceyrə anemiyası olur. Bir də aplastik anemiya vardır ki, qırmızı qan hüceyrələri sümük iliyində kifayət qədər istehsal olunmur və nəticə etibarilə də çox ciddi və ağır gedişata malik olan bir xəstəlik üzə çıxmış olur. Qan azlığının, yəni anemiyanın diaqnostikası çox sadə üsullarla aparılır. Burada lazımdır ki, insanlarımız ac qarnı olsun, qan ümumi analizi, yəni hemoqram, qanda serum, dəmir, ferritin, fol turşusu, B12 vitamini və dəmir bağlama xüsusiyyətlərinə baxılır. Çünki bu zaman bəlli olur ki, burada birincili yoxsa ikincili bir qan azlığıdır. Eyni zamanda pasientlərdə anamnestik məlumatlar toplanaraq, xüsusilə də mədə-bağırsaq və digər orqanların xəstəliklərinin olub-olmadığı aşkarlanmalıdır. Əgər mədə-bağırsaq qanaxması varsa və hər hansı bir xroniki xəstəliklər varsa, birinci növbədə həmin xəstəliyin səbəbi araşdırılıb müalicə olunmalıdır. İkincili olaraq qan azlığı aradan qaldırılır. Bundan əlavə olaraq bu cür pasientlərin müalicəsi bir çox hallarda 3 aydan 6 aya qədər davam edir. Bəzi hallarda əfsuslar olsun ki, pasientlərimiz ilk 1 ayda yaxşılaşma özlərində hiss edib müalicəni kəsirlər və nəticə etibarilə də sonra yaxşılaşma sağalma demək deyil və insanlarımız tam sağalmamış olurlar və bir il ərzində dəfələrlə digər həkimlərə müraciət etmiş olurlar. Müalicəyə gəldikdə isə dəmir defisitli anemiyada təbii ki, dəmir tabletlərindən istifadə olunur. Digər anemiyalarda B12 və yaxud fol turşusu defisitində təbii ki, B12 inyeksiyalarından, fol turşusu tabletlərindən, eyni zamanda digər xəstəliklərdə isə aplastik və hemolitik anemiyalarda artıq hematoloqlar tərəfindən daha ciddi immunosupressiv və səbəbə yönəlik bir müalicələr aparılır. Profilaktikada isə insanlarımıza tövsiyə edərdik ki, mütləq şəkildə ət məhsullarından daha çox istifadə etsinlər. Burada zülal tərkibli qidalar, xüsusilə də süd məhsulları, yumurtadan bol istifadə etmək lazımdır. Mədə-bağırsaq xəstəlikləri varsa, bunların sorulması problemi yaranır və mədə-bağırsaq xəstəliklərinin birinci növbədə müalicəsini etmiş olsunlar.